yazdığınız şərhlər və fikirlərlə bağlı biraz sizə ətraflı açıqlama vermək istəyirəm. Türkiyədə hər hansı bir serialın setinə daxil olmaq və aktyorlarla müsahibə almaq düşündüyünüz qədər sadə və sərbəst proses deyil. Bu işlər ciddi qaydalar, əvvəlcədən razılaşdırılmış şərtlər və müqavilələrlə tənzimlənir. Aktyorların müqavilələrində açıq şəkildə qeyd olunur ki, onlar icazəsiz heç bir platformaya müsahibə verə bilməzlər. Müsahibə veriləcəksə də bu yalnız rəsmi icazə və müəyyən şərtlər çərçivəsində mümkündür. Biz də həmin setdə yalnız bizə təqdim olunan imkan daxilində çəkiliş edə bildik. Əzizlərim, suallar əvvəlcədən qoyulan çərçivəyə uyğun seçildi və bu bizim istəyimiz kimi yox, qarşı tərəfin qoyduğu, yəni production'ın qoyduğu qaydalar əsasında baş tutdu. Yəni bu bizim seçim deyil, şərait məsələsidir. Jurnalistikada da mənə öyrədilən əsas prinsiplərdən biri də odur ki, getdiyin yerdən əli boş qayıtmamalısan. Əgər kiçik də olsa bir imkan varsa, şərait yaradılıbsa, ondan düzgün istifadə eləmək, onu düzgün qiymətləndirmək lazımdır. Biz də məhz bu prinsiplə hərəkət etdik. Mövcud şərait daxilində mümkün olanı etdik. Üstəlik, özünüz də yaxşı bilirsiniz, əziz həmkarlar, xaricdən Bakıya gələn sənətçilərlə və ya tanınmış şəxslərlə müsahibələr çox zaman məhdud olur. Əksər hallarda bu cür müsahibələr qısa, salamlaşma, ümumi suallar və qısa cavablarla yekunlaşır. Bu bizim sahənin reallığıdır və bu təkcə bizə aid bir hal deyil. Xahiş edirəm, məsələni tam bilmədən, arxa planı görmədən fikir bildirməyi. Hər işin görünməyən tərəfi olur. Bu arada mən Elşənə təşəkkür edirəm. Bu çətin vəziyyətdə, bu çətin durumda bizə şərait yaratdı. Şəxsi münasibətini, şəxsi əlaqəsini işə saldı. Ozan da sağ olsun, Ozan Akbaba bizim xahişimizi, bizim istəyimizi geri çevirmədi. Qısa da olsa bizlə müsahibə elədi. Bir də mən buradan ora tək müsahibəyə görə getməmişəm. Ümumiyyətlə planda yox idi. Biz ora getmişdik, Mardini, Midyatı çəkək göstərək, onların adət-ənənələrini göstərək. Getmişkən də biz dedik ki, elə Ozan Akbaba və Uzaq şehrin setinə girək. Ozan Akbabadan aldıq müsahibəni, setə də girdik. Sağ olsun, Ozan Akbaba şərait də yaratdı. Setə də girdik, çəkiliş prosesini də izlədik. Amma onların icazəsi olmadan nə çəkilişini çəkə bildik prosesi, nə də onlardan müsahibə aldıq. Əzizlərim, təşəkkür edirəm həm xoş sözlərə görə, həm mənfi rəylərə. Allah ürəyinizə görə versin.